Ermənistan-İsrail yaxınlaşması Cənubi Qafqazı titrədir. Yaxın Şərqdə alovlanan geosiyasi gərginlik indi Cənubi Qafqaza doğru yayılır. Regionda illərdir sabit sayılan güc balansı dəyişmək üzrədir. Səbəb isə Ermənistanın İsrail istiqamətində artan diplomatik fəallığıdır. Bu proses İranda açıq narahatlıq, hətta təhlükə siqnalları doğurur. Erməni mediasının məlumatına görə, dekabrın 24-də Ermənistanın İqtisadiyyat naziri Gevor Papayan İrəvanda İsrailin səfiri Goel Layon ilə görüşüb. Görüşdə kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, texnologiya və turizm sahələrində əməkdaşlıq müzakirə edilib. İsrail tərəfinə eyni zamanda TRIP nəqliyyat layihəsi və Paşinyanın sülhün kəşişməsi təşəbbüsü təqdim olunub. Bu görüş təsadüfi deyil. O, noyabrda Ermənistan EX-İN müavini Vahan Kostanyanın İsrailə səfərinin davamı kimi qiymətləndirilir. Analitiklərə görə, Azərbaycanla münaqişə risklərinin azalması İrəvana yeni xarici siyasət manevrləri açıb. Ermənistan artıq təkcə Rusiyadan yox, İrandan da asılılığı azaltmağa çalışır. Məhz bu məqam Tehranın qırmızı xəttinə toxunur. İran rəsmiləri Ermənistanın mümkün logistika marşrutlarını, xüsusilə Trump marşrutu adlandırılan layihəni Zəngəzur dəhlizinin alternativi kimi görür və bunu milli təhlükəsizlik üçün birbaşa təhdid sayır. İranın ali liderinin müşaviri Əli Əkbər vilayəti bu mövqeyi açıq şəkildə dilə gətirib. İsrailin Begin Sadat Strateji Araşdırmalar Mərkəzinin BESA hesabatına görə, İranın sərt reaksiyası təkcə nəqliyyat məsələsi ilə bağlı deyil. Əsas qorxu Ermənistanın Qərb və İsrail orbitinə yaxınlaşması. Bunun isə Tehranın Cənubi Qafqazdakı strateji dərinliyini zəiflətməsidir. İran üçün Ermənistan kritik əhəmiyyət daşıyır. Bu ölkə Tehranın Avrasiya bazarlarına yeganə quru çıxışı və eyni zamanda Azərbaycan-Naxçıvan-Türkiyə xəttinin qarşısını alan əsas geosiyasi buferdir. Bu buferin zəifləməsi İran üçün ekzistensial risk kimi qəbul olunur. Məhz buna görə Kostanyanın İsrailə səfərindən sonra inqilab keşikçilərinə yaxın media ritorikanı sərtləşdirib. İran mediası İsraillə iqtisadi və texnoloji əməkdaşlığı yumşaq güc vasitəsilə bölgəyə nüfuz strategiyası kimi təqdim edir və mümkün cavab addımlarını istisna etmir. Rəsmi İrəvan isə balans saxlamağa çalışır. Ermənistan Tehrana izah edir ki, bu layihələr İrana qarşı yönəlməyib. Lakin ekspertlər hesab edirlər ki, real təhlükəsizlik təminatları olmadan Ermənistan İranla açıq qarşı durmaya getməyə hazır deyil və ciddi təzyiq altındadır. Nəticə olaraq, məsələ bir səfər və ya bir layihə deyil, söhbət Cənubi Qafqazda güc balansının dəyişməsindən gedir. Ermənistanın İsrail atdığı hər addım Tehranda təhlükə kimi oxunur. TRIP, Zəngəzur dəhlizi və Qərb faktorunun taleyi isə regionun gələcək siyasi xəritəsini müəyyən edəcək əsas düyün nöqtəsi olaraq qalır.